Hər kəsə salam. Dəyərli xanımlar, gözəl izləyicilərim, necəsiz? Xanımlar, bugün yenə bir tema bağlaması açırıq birlikdə. Nəhayət ki, 2 həftə sonra bağlamalarım gəldi, əlimə çatdı, çox şükür. Deməli xanımlar, açmamışdan öncə kargo səhlənkarlığından danışmaq istəyirəm. Deməli, karqom 2 gün imiş. Həmin o kargo şirkətinə gəlib və mənə heç bir məlumat verməyiblər. İnanırsınız, mən də tədirgin oldum ki, niyə görə mənim karqom gəlmir? Artıq sabah oğlumun ad günüdür. Onunla aid də bir-iki ləvazimat vurmuşdum ad gününə uyğun. Narahat oldum ki, orada 4 gündür göstərir ki, kargo çatdırılır. Hələ də mesaj falan yazmamışdılar. Bu arada Limak şirkətidir. Çatdıran kargo şirkəti və nəhayət Limaksa getdim. Orada bildirdilər ki, kargonuz 2 gündür buradadır. Nəysə, başınıza çox ağrıtmayım. Bu kargo məsuliyyətsizliyi həqiqətən də çox əsəbləşdim. Çünki karqom gəlibsə, bunu mənə bildirməli idilər. Ən azından mesaj atmalıydılar ki, hər dəfə mesaj atırdılar. Belə, nəysə xanımlar, çox danışmam. İndi keçək, kargomuzu açaq, görək məhsullarımız necə gəlib, sizinlə də bölüşüm. Bu arada xanımlar, bilmirəm keçən vlogumda bildirmişdim ya yox. Bu köynəyi də Temudan sifariş vermişəm. O qədər rahatdır ki, gündəlik geyinməyə çox rahat bir tişörtdür. Həqiqətən də xoşum gəlir. Materialda pambıqdır bu arada. İndi 2 dənə də özümə tişörtlər sifariş vermişəm. İndi baxacağım görüm onlar necədir. Bunun kimi yaxşıdırmı, yoxsam yox. İndi istəyirəm xanımlar, keçək ən böyük bağlamanı açım. Deməli, birinci göstərim 1, 2 və belə 3 ədəd bağlamam var. İndi keçək bir-bir açaq. Ən böyüyündən başlamaq istəyirəm. Bu deyəsən səhv eləmirəmsə, içərisində köynəklər olan bağlamam olmalıdır. Açaq görək. Keçək bunu açaq. Bu arada ayrı-ayrı sifariş vermişdim. Amma ard-arda olduğu üçün sifarişlərimi bir gətirdilər. Elə bir çatdı, bir vaxta çatdı. 3 bağlamanın 3'ü də. Deməli, ilk olaraq bu köynəkdir. Bu arada xanımlar, onu da bildirim ki, məhsullar içərisində həm mənə aid olan, həm də mənə aid olmayan məhsullar var. Yenə dediyim kimi, keçən vloglarda da bildirdiyim kimi, dost, tanış, əqrəbə, qonşu falan, mən təkcə özümə sifariş vurmuram. Digər kimə lazımdırsa, məndən köməkliyi istəyən insanlar üçün də sifariş verirəm. Açaq görək, bu kişi köynəkdir. Görək necədir. Çox qəşəngdir. Material falan çox qəşəngdir. Belə göstərim sizə. Baxın. Belə bir, orada səhv eləmirəmsə açıq göy kimi görünür, amma tünd göydür, rəngi lacivərtdir. Belə material da superdir. Materialdan söz ola bilməz, çox qəşəngdir. Bu arada ölçüsü 2XL-dir. Belə qiyməti isə deyəsən 15 manat olmalıydı. Ay, bu mənim köynəyim. Xanımlar, bunun əslində tərəddüddə qalmışdım ki, ağ rəngin sifariş verim, yoxsa rozlu rəngin, ya çəhrayı rəngin. Amma bu rəngi seçdim. Ay, materiala bax. Material çox qəşəngdir. Bildiyiniz pambıqdır. Elə bu materialdan da, amma bundan da yumuşaqdır da, Göstərim belə. Çox qəşəngdir. İndi bunu geyinərəm, sonda geyinəcəm. Əynimdə də görərsiniz. 2 köynəkdir, onları geyinəcəm, əynimdə baxarsınız. Belə. Xanımlar, qiymət də çox ucuz idi. 6 manat falan idi belə. Bu materiala bu qiymət superdir. Mən XL ölçü sifariş vermişəm. Hər ölçüsü var da, razmeri var. Daha sonra nədir? Bu uşaq donudur. Baxaq, bu necə gəlib. Bu da belə bir uşaq üçün dondur. Göstərim sizə.
Burada da belə bir kəməri var. Qəşəngdir. Yəni bu da qəşəngdir. Material falan da yaxşıdır. Hə xanımlar, keçək başqa nə var? Mənim saç aksesuarlarım. Belə bunlar necə gəlir? Burada soruşurdum, qiyməti 1.50 idi birinin. Amma burada 2 ədədinə, 2 ya 3 idi. Hə, 2 ədəd. Burada 2 ədədinə 1 manat 30 qəpik falan vermişəm. Baxın, çox qəşəngdirləri. Baxın, bunların şirinliyinə baxın. Çox qəşəngdirlər. Çox bəyəndim. Yenə bildirdiyim kimi 2 ədədinə hardasa 1.30 falan vermişəm. Amma burada biri 1.50 falandır. Bu nədir? Bu nə? Heç bir fikrim yoxdur. Unutmuşam. Nə sifariş verdiyimi belə unutmuşam. Hanımlar, hə, bu şeydir. Qaş geli, qaş sabitləmək üçün geldi. Açmıram, çünki mənə aid deyil. Üzərində yazılıb. Belə. Bir keçək. Çantamız. Belə bir uşaq çantası, qız çantası. İçərisində istəyirsiniz açın göstəreyim. Baxın xanımlar. Yəni məktəbli uşaqlarınız varsa sifariş verə bilərsiniz. İçərisi belə genişdir. Bu arada bunun ölçüsü səhv eləmirəmsə 36 ya 38 santim idi. Burada bir cebi. Burada ikinci cebi. Belə. Qəşəngdir. Qiyməti isə tam təxmin yadımda deyil, amma 10 manat falan idi. Amma burada bu qiyməti tapmaq olmaz təbii ki də. Mənim oğlumun köynəyi, ad gününə hazırlatdığım köynək. Baxaq necədir. Elə onun razmeridir. Baxın xanımlar, bizim aslanlı köynəyimiz, şirli köynəyimiz. Üzərində də adı qeyd olunub oğlumun. Belə, material da qəşəngdir. Sonra, bu mənim növbəti köynəyim. Özümə sıra çəkəndə çox həyəcanlanıram. Aha, material super. Material super. Görünüş də super, amma elə bilirəm ki, bu biraz böyük olacaq mənə. Bunun uzunluğu elə bir böyükdür. Amma çox qəşəngdir. Burada xanımlar qiymətini soruşdum. 15 manat falan idi. Mən neçəyə sifariş vermişəm? 5 manata. Cəmi 5 manat. Amma superdir, material falan superdir, genişliyi falan. Amma elə bir ki uzun olacaq biraz mənə. Neysə, sonda geyinəcəm, göstərəcəm sizə. Burada bizim şarlarımız falan, nə bilim aslanlı, rəqəmli falan şarlardır, 4 rəqəmə uyğun. Bunu da sonda ad günündə şişirdəndə sizinlə bölüşəcəm. Bu da bizim nasosumuzdur, şarları doldurmaq üçün nasosumuz. Belə. Bitti. Bu paket bitti xanımlar. İndi keçirəm növbəti paketə. Keçirəm növbəti paketə. Bu paket çox ağırdır, bilmirəm içində nə var. Unutmuşam da, dediyim kimi ard-arda 3 bağlama vurmuşam və unutmuşam ki, nə var idi içərisində. Burada açılırsan. Xanımlar, bundan da deməli hobi məhsulları çıxar. Belə bir qaşlardır. Yenə deyirəm də, nəsə düzəltmək üçün də hobi məhsulları. Belə bir qaşlardır. Daha sonra belə salafanlardır. Hədiyyəlik paketlərdir. Bu nədir? Belə bir muncuqlardır. Muncuq. Daha sonra belə bir, nədir bu? Simpli nədir?
ipdir. Heç anlaşmıyordu belə şeylərdən. İpdir. Bu da belə bir anahtarlıqdır. Nədir, nə bilim, nəsə düzəltmək üçün. Nə deyirlər buna? Belə. Bu telefon kılıfıdır. Telefon qapıdır. Sonra bu belə muncuq, set şəklində olan muncuqlardır. Baxaq, bu nədir? Bu da yenə zəncir, məncirdir. Belə kleydir. İndi hər halda bunu sifariş veriblər mənə. Hər halda ya qolbaq, ya nə bilim, sep, ya telefon bəzəyi falan düzəltmək üçündür də. Hə, bu deyilsən mənə aiddir. Qaş geridir. Mənim qaş gerim. Bunu aça bilərəm. Bunu açıb sizə göstərə bilərəm. Bu başqa malı deyil. Mənim, yəni ki, öz malımdır. Açım. Görüm necədir. Neçə vaxtda bitmişdi qaş gelim. Bunu səbirsi ilə gözləyirdim. Bunu aça bilmirəm. Deyək xanımlar, videonu durdurum, bunu açım gələm. Hə, deməli açdım bunu. Baxaq. Belə bir qaş şəkilləndirici, nə deyirlər buna, aplikatörü var. Daha sonra buradakı gelimizin özü. Belə şəffafdır. Baxaq indi necədir. Oy, jele kimi deyə yapışır. Bu 2 günə bitər. Belə. Qaşıma çəkib yoxlayacağım mütləq. Xanımlar, tez getdim qaşımda yoxladım. Qəşəkdir. Bəyəndim. Effekti yaxşıdır. Qaşımı yaxşı sabitlədim. Belə bu markanındır. Yəni istəsəz baxarsınız. Qiyməti də 1 manat neçə qəpik idi. Səhv eləmirəmsə. Belə bax. Bu da yenə bir ipdir. Yenə belə muncuqlardır. Nəsə düzəltmək üçün. Bu nədir? Aman tanrım, bu nədir? Hə, bu şeydir. Qayçı kimidir. Braslet falan düzəltmək üçün. Bunlar da açmanda mənə aid olmadığı üçün. Daha sonra yine bir sapxan var. Belə bir mirvarilər. Yəni kimin marağı var belə hobiyə aid bir şeyə, nəsə düzəltmək falan da. Yəni maraq ola bilər də, onun üçün deyə ola bilər. Belə. Yine qıfıllar falan, tutacaqlar, bu set braslet tutacaqları. Hə, bu mənim xanımlar, nə deyirlər, kasetimdir. Baxaq görək necə gəlir. Belə bir korsetdir. Bədən toparlayıcı korset. Burada bunun qiyməti 12 manat idi. Mən soruşdum mağazindən. 12 manat idi. Amma orada 4 manata, tam 4 manata sifariş vermişəm. Baxın, material da superdir. Material möhtəşəmdir. İnşallah bədəni yaxşı toparlayar. Daha sonra yenə belə bir bildiyiniz kimi yenə belə bir zəncirlər falan filan. Hə, bu bağlamamız da bitdi xanımlar. İndi keçirəm 3-cü bağlamamıza. Bunun başlıq olaraq buna dev Temu alış-verişi yazıb qoymaq istəyirəm. Nə qədər devdirsə, amma yəni mənim üçün yəni ilk dəfədə bu qədər çox məhsul sifariş vermişəm. Bu başlığı yazıb qoyacağam. Hə, indi açaq bu 3-cü sifarişimizi, 3-cü məhsulumuzu. Məhsul nə idi? Bağlama. 3-cü bağlamalı. Burada şəxsi əşya var, onu göstərə bilmirəm, mənə aid idi. Daha sonra nədir?
Ne? Bu ne? Hə, bu bir sifarişdir. Belə. Başqasına aiddir, yəni mənə aid deyil. Belə bir köynək. Hicablı xanımlara istəsə sifariş verə bilər. Belə əslində boz rəngdə, orada bilmirəm necə görünür. Qiyməti neçə idi? Unutmuşam mən xanımlar, qiymətini həqiqətən unutmuşam. Daha sonra belə bir ayaqqabı. Tam. Belə bir ayaqqabıdır. Belə də o qədər də keyfiyyətli bir şey oxşamır. Yəni. Belə. Toy ayaqqabısı. Hə. Daha sonra nədir? Hə, bu bilirsiniz, mənim saatım. Səbirlə gözləyirdim bunu. Bunu əslində istəyərək vurmamışam. Sadəcə 30 manat tamamlanmalıydı deyə bunu sifariş verdim. Ay, amma çox qəşəngdir. Baxın, xanımlar, çox qəşəngdir. Görən qolda necə qalır. Baxaq. İndi bunu bağlaya bilməyəcəm. Çox güman ki, amma yenə belə göstərim sizə. Belə. Qəşəngdir. İncə bir məhsuldur. Bəyəndim bunda. 2 manat mənim neçə qəpik idi. Və sonuncu məhsulumuz Rexona. Rexonamızla məhsullarımız, bağlamalarımız bitir. Bundan yekunlaşdırıram artıq. Açıq görək bu necədir. Temu bəzən elə bir şey göndərir ki, elə bir ki, onu açırlar yolda, nə bilim, anlata bilmirəm, necə. Yəni, çox bərbad göndərir də. Bu əzik-üzük məhsul, nə bilim. Elə təsəvvürləyəm ki, kimsə açır, baxır, içini istifadə edir. Yəni, belə əzik məhsul görəndə. Ay, bu nə qədər balacaymış. Bir dəqiqə. Bu da belədir, baxın xanımlar. Yəni, qoxusu belə də normal. Belə bir Rexona. Pis deyil, çələk qoxusu gəlir. Azca da olsa gəlir. Belə. Bunun da qiyməti, bilmirəm, 4 manat neçə qəpik idi. Belə xanımlar, sifarişlərim bu qədər idi. Ümid eləyirəm ki, bəyənərək izlədiniz. Sizin üçün də bir fikir oldu, ideya oldu. Azdan çoxdan sifariş verdiyim məhsullardan yarı-yarı məmnun qaldım. Sözləri də qatıb qarışdırıram. Yarı-yarı məmnun qaldım. Fikrim məhsullarda da sözləri də qatıb qarışdırıram. Yarı-yarı məhsullardan izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Mənim gözəl qızlarım, gözəl xanımlar. Lütfən kanala abunə olaq, dəstək olaq və videoları like etməyi unutmayaq. Nə sözünüz olsa, nə soruşmaq istəsəniz yorumlarda hər kəsin fikrinə açığam, hər kəsi dinləyirəm. Yorumda məndən nə sual vermək istəsəniz yorumda bildirərsiniz. Sağ olun qızlar. Deməli xanımlar, birinci cins fason köynəyi geyindim. Belədir. Material falan aşırı superdir, amma ki böyükdür. Baxın, nə uzundur. Ayağa durun. Görürsün, uzundur. Yəni çox uzundur da. Uzunluğu çoxdur. İndi keçim digər köynəyə geyinim, baxın. Xanımlar, bu köynəyə bayıldım. Superdir. Baxın, uzunluğu falan da çox yaxşı. Uzunluğu falan da xanımlar tam mənim istədiyim kimidir. Çox yaxşıdır. Rənginə ayrıca bayıldım. Rəngi çox yaraşdı mənə. Çox qəşəngdir, bu əladır.